Salam uşaqlar, hər vaxtınız xeyir. Mən MŞM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbxanova. Biz bu gün sizlə feilin şəkilləri haqqında danışırıq. Uşaqlar, görürsünüz ki, lövhədə yazmışam bəzi məqamları. Feilin şəkillərinə keçmədən öncə mən istəyirəm sizlə təsriflənən feillər hissəsini aydınlaşdırım. Biz feil kateqoriyasına keçəndə bilirik ki, feillər iki yerə bölünür: təsriflənən və təsriflənməyən. Təsriflənən deyəndə nə başa düşürük? Yəni şəxsə, kəmiyyətə görə dəyişən feillər. Feilin şəkilləri təsriflənən feillərə aiddir. Yəni şəxsə, kəmiyyətə görə dəyişir. Bəs deyəcəksiniz, müəllim, nə deməkdir şəxsə, kəmiyyətə görə dəyişmək? Biz bilirik ki, dilimizdə 3 şəxs var və onun təki cəmi var. Məsələn, bir dənə təsriflənən feili götürüb dəyişdirirəm. Mən gəlirəm, sən gəlirsən, o gəlir. Biz gəlirik, siz gəlirsiniz, onlar gəlirlər. Biz xəbər şəklində olan bir feili şəxslər üzrə dəyişdirdik. Yəni təkində, cəmində, kəmiyyət üzrə dəyişdirdik. Burada deyirsiniz ki, müəllim, feilin şəkillərini təsriflənən qrupuna aid edirik. Çünki o bu 3 şəxsdə dəyişə bildi. Bir də var bizim təsriflənməyən feillərimiz uşaqlar. Onu gələcəkdə ayrıca izah edəcəm sizə. Bu hissədə isə nəyi başa düşürük, nəyi görürük biz? Bunlar ən belə bəsit bir nümunəsini götürək. Oxumaq feilini yazaq bura. Oxumaq, siz bilirsiniz ki, oxu sözün kökü maq məstər şəkilçimizdir bizim. Oxumaq sözünü gəlin dəyişdirək. Gəlirəm. Oxumağı dəyişdirə bilmədik ki? Xeyr. Oxumağı dəyişdirə bilmədik. Deməli, birinci nümunələrimiz şəxsə, kəmiyyətə görə dəyişdi, təsrifləndi. Amma ikinci təsriflənməyən feildir. Şəxsə və kəmiyyətə görə dəyişmədi. Ümid edirəm ki, bu hissə aydındır artıq bizə. Siz deyəcəksiniz ki, müəllim, bəs təsriflənən formaları bir kök şəkilçiyə ayırın, biz də görək. Məsələn, burada gəl sözün kökü ır, ir, indiki, am, əm şəxs sonluğu. Gəl, ir, yenə şəxs sonluğu. Gəl, ir, sən. Gəl, ir, siniz. Gəl, irlər. Gəl, ir. Bu şəkildə bəsitdir. Yəni onu kök və şəkilçiyə ayırmaq. Qrammatik şəkilçilərdir. Bunu indidən qeyd edeyim. Deməli, feilin şəkillərinin şəkilçisi qrammatik şəkilçilərdir. Bu hissə ümid edirəm ki, artıq bizdə tam olaraq aydınlaşdı. Daha sonra gəlin danışaq sizlə feilin şəkillərindən. Bəs feilin şəkilləri nə olur? Yəni nə cür tərif veririk biz ona? Bu hansı məqamda bizim lazımımız olur? Uşaqlar, biz sizlə qrammatik məna növlərini keçəndə mən dedim ki, subyektlə obyektin qarşılıqlı münasibət əsasında formalaşır. Amma feilin şəkilləri isə subyektin, yəni iş görənin gördüyü işə olan münasibətidir. Gördüyü işə münasibəti. Münasibət. Aha. Yəni bu adam bu işi görməyi arzuma edir. Bu adam nə isə lazım olduğunu bilir və yaxud da əmr formasında mı ifadə eləyir və yaxud da şərtmi qoyur. Yəni buna əsasən biz feilin şəkillərinin müxtəlif cür olduğunu görürük. Daha sonra gəlin mən sizə feilin şəkillərinin sxemini yazım. Ondan sonra keçək bir-bir hamısını izah eləməyə. Bildik ki, o nəyi bildirdi? İş görənin gördüyü işə münasibətini bildirdi. Və şəkilçilərimiz də necə oldu? Qrammatik şəkilçilər. Uşaqlar, bunu yadınızda saxlayın. Bu həmişə bizim köməyimiz olacaq. Feilin kökü və ya başlanğıc. Bilirsiniz ki, başlanğıc leksikdir. Yəni qrammatika qədər olan hissə. Başlanğıc forma. Üstə gələk. Şəkillərin şəkilçisi. Və üstə gələk şəxs sonluqları. Şəxs şəkilçiləri. Bu sxemimiz bərabərdir, edir nə? Uşaqlar, feilin şəkilləri. Bu hissənin qeydini götürün. Deməli, feilin kökü və yaxud da başlanğıc formasının üstünə şəkillərin şəkilçisini gəlirəm, yəni qrammatikləri gəlirəm və sonra da şəxs sonluğumu əlavə edirəm. Şəxs şəkilçilərimi əlavə edirəm. Olur nə? Feilin şəkillərini yaratmış oluram. İndi başlayaq bir-bir feilin şəkilləri haqqında danışmağa. Uşaqlar, biz ilk öncə sizlə danışaq əmr şəkli haqqında.
Mən sizə bir məqamı qeyd edeyim ki, bizim iki şəklimiz var ki, onun spesifik bir xüsusiyyəti yoxdur. Yəni əlaməti yoxdur. Əmr şəkli onlardan biridir. Nə bildirir? Əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir. Uşaqlar, yadınızda saxlayın ki, buradan şəxslərimi yazım. Əmr şəkli şəxs onluqları ilə formalaşır. Yəni feilin üzərinə gəlirəm, şəxs şəkilçilərini. Məsələn, deyirəm ki, mən gəlim, sən gəl, o gəlsin, biz gələk, siz gəlin, onlar gəlsin, gəlsin və yaxud da gəlsinlər. Yəni bu formada ifadə etmək mümkündür. Gəlsinlər. Aha. Gəl şəxs şəkilçisi ikinci şəxsdə, şəxs şəkilçisi istifadə olunmur. Üçüncü şəxsdə sın forması, aq, ek forması görürsüz, bir dəfə mən işarə elədim. İn forması, sın, lar forması, yəni bu şəkildə də kök şəkilçiyə parçalayırıq. Yadınızda saxlayın ki, burada əmr şəklinin ikinci şəxsində şəkilçi yoxdur. Daha sonra ikinci şəxsinin cəmində isə vurğu, yəni sözün öz üzərinə düşür, şəxs onluğunun üzərinə düşməyəcəkdir. Bu məqamları yadımızda saxlamalıyıq uşaqlar. Sonra biz əmr ədədləri bilirik. Əmr ədədlərindən istifadə edə bilərəm. Hansılardır onlar? Di, gəl, qoy, gör, bax, bu kimi ədədlərdən mən əmr şəklində istifadə edə bilərəm. Dedim ki, xüsusi əlaməti yoxdur. Nə ilə formalaşdı? Feilin kökü və yaxud da başlanğıcının üstünə şəxs şəkilçilərini artırmaqla. Əmr, nəsihət, məsləhət və s. Belə deyək də, mənalarında işlənə bildi. Yəni, əmr şəklinin məzmununda hansı məzmun var desələr, gələcək zaman məzmunu deyəcəyik. Əmr şəklini ümidvaram başa düşdük. İndi keçirik xəbər şəklinə. İkinci xüsusi əlaməti olmayan şəklimiz xəbər şəklidir uşaqlar. Yəni xüsusi şəkilçimiz bizim artıq burada yoxdur. Bəs xəbər şəklində nədən danışırıq? Yazaq bura xəbər. Xəbər şəkli nədir? Mənası nədir? İşin nə zaman, kim tərəfindən icra olunduğunu bildirir. Yəni zaman məzmunu bildirir də bir növ deyək. Zaman məzmunu. Və zaman şəkilçilərindən də düzəlirmi? Aha, deməli, feil, üstə gələk, zaman şəkilçisi, üstə gələk, şəxs şəkilçiləri. Aha, zaman şəkilçilərimizi tez yadımıza salaq. Hansıları idi? Bunlar haqqında məlumatımız var artıq. Biz bilirik ki, uşaqlar, bizim zamanlarımız hansılardır? Bizim zamanlarımıza nələri misal göstərə bilərik? Məsələn, belə deyək sizlə, bizim var keçmiş zamanımız, hansı şəkilçilərlə formalaşır? Şühudi, bir də nəqli. Şühudi keçmiş zamanımız dı, di, du, dü. Nəqli keçmiş zamanımız mış, miş, muş, müş. Bu bütün şəxslərdə. Bir də ki, uşaqlar, birinci şəxs istisna olmaqla 2-də, 3-də ıb formasından da istifadə oluna bilər. Bunları qatmırıq nə ilə? Feili bağlama ilə. Bunları qatmırıq biz nə ilə? Feili sifətlə. Əgər belə deyim sizə, cümlədə xəbər vəzifəsində işlənirsə, məsələn deyirəm, Ayan gəlmişdir. O oxuyubdur. Nə edibdir, nə etmişdir bu sualları veririksə, təsriflənən formadırsa, biz buna keçmiş zaman şəkilçisi kimi yanaşırıq. Sonra gəlir bizim indiki zamanımız. Onun şəkilçisi ır, ir, ur, ür şəkilçisidir. Yazır, oxuyur, gedir, gəlir və s. Bir də var uşaqlar bizim gələcək zamanımız. Gələcək zaman hansıdır? Gələcək zaman qeydlərinizi götürürsünüz deyə mən tez-tez buranı təmizləyirəm ki, uşaqlar siz qeydlərinizi dəftərinizə köçürdün. Yəni hər dəfə özünüzə də tapşırıram. İndi burada da bir daha deyirəm ki, sadəcə olaraq tez-tez işlədiyimə görə istəyirəm qeydlərinizi tam olaraq götürəsiniz ki, tam hamısını çatdıra bilək. Demək, nədə qaldıq? Dedik ki, gələcək zaman. Gələcək zaman da 2 yerə bölünür. Qəti, yəni mən bu işi qəti şəkildə görəcəm. Bir də qeyri-qəti. Qeyri-qəti olacaq, ar, ər. Qəti olacaq,
acaq, əcək şəkilsi. Yazacağam, gedəcəyəm, gələcəyəm və s. Və yaxud da yazar, oxuyar, gedər, gələr və s. Uşaqlar, bu zamanlarla tanış olduq. Mən sizə zamanlarla bağlı bir hissəni də, bir məqamı da qeyd etdirmək istəyirəm ki, bunların inkarı biz bilirik ki, ümumiyyətcə feildə inkar mamə ilə düzəlir. Mamə ilə düzələndə indiki və qeyri-qəti gələcək zamanda bir qədər fərqlilik nəzərimizə çarpır. O da nədir? Bax, məsələn, yazır, üstə gəldim, maməni artırıram da məsələn. Nə olacaq uşaqlar? Bərabərdir. Bax, bir dənə bizim yeganə qrammatikimizdir ki, yəni feilin şəkilləridir ki, mamədən sonra artırılacaq. Yəni mamə onlardan önə keçə bilər. Yazmır. Uşaqlar, bu belə kök şəkil çağırılır. M öz saytını itirir və ır zaman şəkilçisi kimi. Burada vurğu qəbul etməyəcək. Biz bilirik ki, inkar vurğu qəbul etmir. Bir də yazar, mamə bərabərdir yazmaz. Eyni şəkil yaz, mı ayrı. Aha, burada arın z formasına keçdiyini gördük. Bir də burada vurğunu görəcəyik biz. Bəs deyəcəksiniz, ay müəllim, mamə vurğu qəbul etmirsə, necə oldu burada vurğu düşdü? Mən yenə də deyirəm, burada m ayrıdır, a ayrıdır. M ayrı, az ayrı oldu. Və bu vurğu da feilin, belə deyim sizə, gələcək zamanın vurğusudur. Onun m-yə bir dəxli yoxdur. Bu məqamı da yadımızda saxlayırıq. Yəni, indiki zamanda, bir də qeyri-qəti gələcək zamanda inkarda işləmək məqamını yadımızda saxlayırıq uşaqlar. Bir də testlərdə mən bu nümunələri görürəm ki, məsələn, lar-lər şəkilçisini belə deyək, bir feil kimi, bir də feillərə artırılan kimi, bir də isimlərə artırılan kimi. Biz bilirik ki, feillərdə lar-lər şəkilçisi vurğu qəbul etməyəcək. Əlbəttə ki, istisna məqamlarımız var orada. İstisna məqamlar nəzərə alınmaqla sadəcə çox əlavələrə çıxmaq istəmirəm. Yəni, bu məqamları nəzərə almaqla biz bilirik ki, feillərdə lar-lər vurğu qəbul etmir. Əsas məsələmiz o deyil. Məsələn, bir dəfə yazarlar. Yazarlar sözünü iki şəkildə tələffüz eləmək olar uşaqlar. Şairlər, yazıçılar mənada, yazarlar. Bu şəkildə tələffüz olunacaq. Yəni, bu məqamı da qeyd etmək istədim sizə. Qarşınızda testlərdə çıxa bilir arada. Bir də deyirəm ki, bu inşanı yazarlar. Yazarlar. Bax, bunda l-nı yazar, deməli, yazarlar. Bu şəkildə. Birində leksik, qrammatik, digərində isə qrammatik bu şəkildə. Yəni, feil olanda, bura yazıram, feil. Bu belə olacaq, bax. Yazarlar. Bu şəkildə olur feil olanda. Yazar, şair yazar olanda bu şəkildə tələffüz edilir. Yəni ki, bu məqamları nəzərimizə almalıyıq. Deməli, bir yazarlar forması isimdir, bir də yazarlar forması isə feildir. Yəni, qeyri-qəti gələcək zaman kimi düşünə bilərik. Onda l ilə tələffüz olunacaq. Sonra, zamanları bildik ki, xəbər şəklinin xüsusi şəkilçisi yoxdur, o zamanların əsasında formalaşdı. Bu məqam da aydındır bizə. Çox gözəl. İnkarları hələ ki mamə ilə düzəlir. Daha sonra gəlirəm hansı mənim şəklimə? Gəlirəm arzu şəklinə uşaqlar. Arzu yazıram bura. Şəkli. Arzu şəkli nədir bəs? A şəkilçisi ilə düzəlir. Və arzu şəkli bizə nəyinsə, hansısa işin icra olunmağının arzu edildiyini bildirir. Məsələn, deyirəm, kaş yazam, kaş yazaq, kaş oxusun, kaş oxuya, kaş bilək və s. Yaz sözün kökü A-nı tək, M-nı tək. Oxu sözün kökü A-nı tək. Orada y bitişdiricidir. Yenə A-nı tək, G-nı tək. Bu şəkildə təhlil eləyəcəyik bunu. Biz bilirik ki, artıq bunun özünün xüsusi əlaməti oldu. İnkarı mamə ilə düzəldi. Kaş yazam, kaş yazmayam. Bu şəkildə formalaşdıra bilərsiniz. Daha sonra uşaqlar gəlirik hansına? Gəlirik, deməli, vacib şəklinə. Arzuda bir şey də qeyd edeyim ki, mən sizə arzu ədatları gərək, kaş, tək, ibarə bunlarla ifadə oluna bilir. Vacib şəkli. Vacib şəklinə dair uşaqlar, işin icrasının vacib olduğunu bildirir. Yəni, bu iş bizim üçün vacibdir. Yazmalıyam.
Malıyam. Digərlərində bunun üstündə dəyişdirirsiniz. Yazmalıyam, oxumalıdır, getməlidir və s. Uşaqlar, bunun inkarı yadınızda saxlayın ki, yəni vacib şəklinin inkarında biz həm mamə hissəciyindən, həm də deyildən istifadə edə bilərik. Bu məqamda yadımızda qalır. Daha sonra gəlirik vacibi bitirib lazıma. Lazım isə bir işin lazımlı, gərəkli olduğunu bildirir. Yəni münasibət bildirdim artıq mən burada da. Deməli yazıram lazım. Bu nə olacaq? Ası, əsir şəkilçisi. Yazasıyam, yazasıyam. Yazasıyam. Oxuyasıdır, gedəsidir və s. Bunlar da əlbəttə ki, gələcək zaman məzmunu ehtiva edir özündə. İnkarı nə ilə düzələcək? İnkarı yalnız və yalnız deyillə düzələcək. Yəni digər formada düzəlməsi artıq onun mümkün deyil. Yalnız deyil şəklindən düzələ bilər. İnkarı mamə ilə işlətsək səhv eləyərik. Bir də qaldı bizim sonuncu şəklimiz hansıdır? Şərt şəkilçisi. Şərt nədir uşaqlar? Şərt bizə sanki qarşımıza nəyinsə şərt olduğunu göstərir. Şəkli S şəkilçisidir. Demək, əgər hərgah bağlayıcılarından işlənə bilər. Məsələn deyirəm, yazsa gedərik, oxusa bilər və s. Bu nümunələrin hər birini göstərə bilərik. Uşaqlar, belə bir ifadə deyim sizə. Şərt şəkli müstəqil cümlənin xəbəri olmur. Qarşınıza çıxsa cümlənin xəbəri olmur, yanlışdır. O müstəqil cümlənin xəbəri olmayacaqdır. Bu da bir yadımızda qalsın, gələcəkdə lazımımız olacaq. Demək ki, bunun da inkarı yenə də mamə ilə düzələcək. Burada da problemimiz yoxdur. Daha sonra mən sizə bir məqamda xatırlatmaq istəyirəm uşaqlar. Bir məqam haqqında da mən sizlə danışıb bölüşmək istəyirəm. O hansı məqamdır? 2 dənə nümunə yazıram. Yazaq. Bax, testlərdə qarşımıza çox tez-tez çıxır. Bir də yazıram eyni ifadəni yazaq. Uşaqlar, bunu həm mən əmir kimi, həm də arzu kimi düşünə bilirəm. O necə olur ay müəllim? Baxaq necə olur. Yazaq. Aq əqi şəxsonluğunu parçalamadım. Oldu nə? Əmir. Amma deyirəm, kaş yaza. Kaş biz yazaq. Deməli, 2 qrammatik olanda arzudur, 1 qrammatik olanda əmirdir. Bunu da belə yadımızda saxlayırıq. Bu da yadımızda qalsın. Uşaqlar, ümid edirəm ki, artıq bizim üçün bu feilin qrammatik, yəni şəkilçiləri, yəni feilin şəkillərinin hər biri aydın oldu. Bunlar hər biri dediyim kimi qrammatikdir, hər biri təsriflənən formalardır. Bu məqamlar ağlımızda qalsın. Daha sonra mən sizə bayaqları ilk girişdə başlayanda bir söz dedim ki, bunlar, bu şəkilçilər feilin kökünə və yaxud da başlanğıcına qoşulacaqdır. Feilin kökü və yaxud da başlanğıcının üstünə artırılan şəkilçilərə biz feilin şəkillərinin şəkilçisi deyirik. Sağ olun uşaqlar.